qeydiyyata düşə bilmək çox çətinlik çəkirik. Girov yəni ki, qoyasan ki, gedib pul götürəsən 50 min, 100 min, gedib nəsə bir təsərrüfat var, bir şey eləyəsən. O da vermirlər, yoxdur. Evin sənəti olmadığına görə, məsələn, pul da götürə bilmirik. Sulutəpə qəsəbəsində yaşayan sakinləri uzun illərdir ki, bir problem narahat eləyir. Onlar yaşadıkları mənzilə nə sənəd ala, nə də qeydiyyata düşə bilirlər. Bir çox evlər uzun illərdir tikilsə də problem eyni olaraq qalır. Bu cür vəziyyət isə onları sözün əsl mənasında təngə gətirib. Arayış lazımdır, propiska düşmək lazımdır. Ona görə çox əziyyət çəkirik. Hara düşək, neyniyək bilmirik. Belə bir havada qalırıq. Evin sənədini ala bilmirəm. Nəyə görə? Gedirəm, deyirlər ki, hə verəcəyik, hələ qoydum. O böyük şirkətlərin adını verək, ondan sonra verəcəyik. Kommunal xərcləri hamısını ödəyirəm. İlbəil, hamısını ödəyirəm. Hələ bir sənəd vermirlər. Amma bu problem təkcə Sulutəpə qəsəbəsində deyil. Hazırda Bakı və Abşeronda təxminən 500 minə yaxın sənədsiz ev var. Onların da böyük bir qismi 90-cı illərin sonları və 2000-ci illərin əvvəllərində inşa edilib. Ekspertlər deyirlər ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi mümkündür. Vətəndaşlar hansı ki, bələdiyyə torpaqlarını zəbt eləmişdilər və həmin zəbt olunan torpaq sahələrində fərdi yaşayış evləri tikilmişdirsə, vətəndaşlara həmin torpaq sahələri əgər hər hansı bir kommunikasiyalara mane olmursa, yaşayış məntəqələrinin torpaqlarında yerləşirsə, bəli, onlara belə deyək, torpağın satılması ilə çıxarışların verilməsi həyata keçirilməkdədir. Yaşayış sahələrinə sənədlərin verilməsi bu ildə davam edəcək. Elə evlər var ki, onlar deyək ki, müəyyən infrastruktur sahələrinə aid yerlərdə inşa ediliblər. Deyək ki, böyük magistral yolların, dövlət əhəmiyyətli obyektlərin, böyük güclü transformatorların, elektrik şəbəkələrinin və yaxud su kollektorlarının və s. yanında, yaxınında yerləşən və qanunsuz tikilən evlərlə bağlı da yəqin ki, daha sonraki zamanda xüsusi tədbirlər görüləcək. O da qeyd olunur ki, sənədsiz evlərin böyük hissəsi yaşayış üçün nəzərdə tutulmayan ərazilərdə inşa olunub. Hesab olunur ki, sözügedən evlərə əmlak amnistiyasının tətbiqi gözlənilir.